qiymeli börək hazırlayırıq. Türk böreği hazır. Və başlayıram kündələrimi yaymağa. Bəli, bunu uşaqlıqdan öyrənmişəm. Sonra keçirik sos hazırlamağa. Qatıqdır, süddür, yağdır, yumurtadır, qarışdırırıq, qoyuruq kənara. Yağı əridirik, soğan əlavə edib bişiririk. Sonra qiyməni əlavə edirik. Duzdur, istiyoxdur, pul bibərdir, şirin bibərdir, başqa bəyəndiyiniz ərviyyatlardır. Və birinci yuxanı əlavə edirik, sos yayırıq. Ondan sonra ikinci yuxanı əlavə edirik, qiymə əlavə edirik. Bitmədi. Sonra yenə yuxa. Ondan sonra qalan qiyməmizi də əlavə edirik. Üzərindən yuxa, qalan sosumuzu da qəşəng əlavə edirik. Yuxa, sos və qəşəng kəsirik. Təbii ki, siz daha qəşəng kəsə bilərsiniz. Getdi bişməyə və hazır. Ləzzətli görünür. Yapıyorsun bu işi. Amma düzünü də yaxşı. Xam elə ətlidir. Çox qəşəng oldu bə. Bunun pendirisini də dedik. Bence bu ketçuptan zor gelir. 10 balıq sələməsə verirsən. Bazım senden 1. 8. 800. 2 xalı hardan kəsdin? Ne bileyim ya, bundan daha tatlı şeyler olabilir. Çox dadlıdır, hazırlayın.